Bu ruchnoyu çək də qardaşım. Bu ruchnoyu çək də. Maşını belə saxladın, düz saxladın. Fərqi yoxdur qardaşım. Bu korobkanın işini asanlaşdırmaq üçün bu ruchnoyu veçni. Maşını gəldin, saxladın, çək də bunu. Yəni nə problemdir ki bu? İndiki maşınlarda özü təzə maşınlarda, bu hələ 2008-in maşınıdır, elektronka gəlir. Hətta mən bunu əlimdən çəkirəm maşını saxlayanda. İndikilərdə artıq bir dənə parking eləyən kimi, P-yə qoyan kimi özü yanır. Özü. Görürsünüz, fikir verirsiniz. Zavod artıq elə düzəldib ki, ruchnoy özü işə düşür. İstəyir belə saxladın, istəyir belə. Fərqi yoxdur. Bu 80-lər, 90-lar, 2000-lərin əvvəllərində olan maşınlarda rubillikdən idi. Nə bilim, dörd gözdə məsələn solda ayaq tərəfdən də ayaqla bassan sonra çıxardırsan buradan. Yəni sən bu korobkanın işini asanlaşdırırsan. Korobkanı dağıdan başlıca məsələlərdən 2 dənə tema varsa, özünü tanıyan tema. O temalardan biri bax, bu ruchnoyun çəkilməməsidir. Gəldin maşını saxladın, vərdiş elə. Çək bunu, çıx gedişini dalayacaq. Rahat korobka da öz üçün dincəlsin də yatsın. Yeri gəlmişkən korobkadan danışmışkən bax etek yağları. Belə deyək, korobka yağıdır. 23-25 manatdır. Litrəsi dəqiq bilmirəm. Avtomobil yağlama mərkəzinin qabağında yeri gəlmişkən korobkasını da maşınınızın dəyişmək istəsəz, yaxınlaşarsınız, kömək eləyəcəklər sizə. Sınaqdan artıq keçib. Bu yağ, yəni korobka məsələsində sınaqdan keçib.